Şəkər çörəyini bir də bu cür hazırlayın. İnanın mənə çox ləzzətli alınır. Çox uzatmadan gəlin keçək hazırlanma qaydasına. Bir qabın içərisinə 2 ədəd yumurta, 2 paket vanil, 200 qram şəkər tozu, yarım stəkandan bir barmaq yuxarı duru yağ və 210 qram yumşaq kərə yağını əlavə edib ağarana qədər qarışdırırıq. Və onu da qeyd edim ki, bu şəkər çörəyinin əsl resepti deyil, amma onu da səhifəmdə paylaşmışam, istəsəniz izləyə bilərsiniz. Sözün düzü, mən bu reseptlə hazırlanan şəkər çörəyini daha çox bəyənirəm. Çox möhtəşəm alınır. Siz də bir dəfə hazırlasanız fərqi görəcəksiniz. Sonda da üzərinə 550 qram unu ələkdən keçirərək hissə-hissə əlavə edib xəmir yoğururuq. Nəticədə kövrək və ələ yapışmayan bir xəmir alınır və bu xəmirdən 50 qramlıq parçalar ayırıb yuvarlaq formaya gətirirəm. Ortası üçün bir yumurta sarısına bir çimdik sarkök əlavə edirəm. Amma əgər sizdə kənd yumurtasıdırsa sarkökə ehtiyac yoxdur. Ortasında çox dərin olmayan dəliklər açıb yumurta sarısını ora əlavə edirik və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 15-20 dəqiqə ərzində bişiririk. Bişən zaman diqqət edin ki, üzəri qızarmasın, altı qızardısa demək ki, hazırdır. Artıq şəkər çörəyi soyuyub və burada da sizə necə ovuntulu və kövrək alındığını göstərmək istəyirəm. Dadı da möhtəşəmdir, ətri də bütün evi bürümüşdür. Mütləq bu reseptlə hazırlayın və əgər hazırlasanız da mənlə rəylərdə də nəticəni paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm dostlar. Videomu bəyəndisə bəyən düyməsini basıb kanalıma abunə olun ki, yeni videolarımı qaçırmayasınız. Özünüzə yaxşı baxın, hələlik.